30-cu illər repressiya illəri idi. Milli mədəniyyətə görə çox insanlar əziyyət, Əliağa Vahid qəzəl şeirini saxlayıb, qanı canı bahasına. Ona görə deyir, mən Füzuli yadigarıyam. Ona görə yox ki, qəzəli, Vahiddən də yaxşı qəzəl yazan şairlər vardı 20-ci əsrin əvvəlində. Bəs nə üçün Vahid dedi ki, mən Füzuli yadigarıyam, onu ondan qəbul edir. Bugün də qəbul edir, düz deyir. Hamına yaxşı yazırdı. Yox, təkcə söhbət yazmaqdan gelmir. Söhbət ondan gedir ki, Əliağa Vahid qəzəl yazırdı, özü də nə vaxt yazırdı? Zamanı nəzərə almaq lazımdır. İctimai formasiyanı nəzərə almaq lazımdır. 30-cu illərdə paska insanları tutub dilinə görə, mədəniyyət görə, Hüseyn Cavidini, sonra Əhməd Cavadini da saymaqla başa gələndir. Amma Əliağa Vahid dəymədilər də ona. Bir təhər çıxdı vəziyyətdən. Çox əziyyət çəkib amma ya. Onlardan yazılmır. Mənəvi çox əziyyət çəkib. Maddi çox əziyyət çəkib. Amma qəzəli saxlayıb. Ona görə ixtiyar var bugün desin ki, deyərdi məhli qələm Vahid əff edərsə məni, böyük Füzulimizin yadigarı mən, özü mən. Rus demişəm, Rusça danışdım. Bax, bu söhbət ona görə deyir, Vahidəm xalqımın qəzəl şairi, məhəbbət şairi, gözəl şairi.